hansı insanlardakı boyun osteoxondrozu var. Yəni əllərində, qollarında buruşmalar yaranıb, boyunda kəskin ağrılar yaranıb, boyundan başa vuran ağrılar və baş ağrısı, qulaqda səs-küy problemi, gözlərinin önünün qaralması, baş gicəllənməsi, ürək döyüntüsünün artması, təzyiqin oynaması kimi hallar içəndə yaranıbsa, deməli boyun osteoxondrozu var səndə. El arasında buna duzlaşma deyirlər. Boyun nahiyəsində damar və sinir sıxılır. Nəticədə beyin qan dövr pozulur. Əgər biz belə bir hallarla qarşılaşmışıqsa, nədən istifadə edək? Necə deyək ki, köklü şəkildə nəticəni əldə edək? Deyir sizə, şərq təbabətinin mən sənə 3 məhsulunu deyəcəm, birbaşa səbəb aradan qaldıracaq. Sən burada ağrı kəsicilərlə, xarici müdaxilə ilə müvəqqəti nəticələr edə bilərsən. Səbəb aradan qaldır. Orqanizmini təmizlə, yelmiş qığırdanı bərpa et, beyin qan dövrünü normalsa. Bunun üçün istifadə edəcəksən antilipid çayı. Bunun üçün istifadə edəcəksən iyonlaşmış biokalsium və lestinli beyin kalsiumu. Antilipid çayı səndə duzlaşma şirəslənməni bədəndən xaric edəcək, orqanizmi təmizləyəcək, iyonlaşmış kalsium yeyilmiş qığırdağını bərpa edir sənin. Beyin kalsium isə beyin qan dövrünü normal salır və beləliklə sən köklü şəkildə nəticəni əldə etmiş olursan. Tam təbii məhsullardır, hər bir şey istifadə edə bilər. Ətraflı məlumat üçün, məhsul əldə etmək üçün əlaqə nömrəmiz profildə qeyd olunub. Əlaqə saxla, köməklik göstərək.